Biz çoxuduq, bu belədir da. Mən sənə gəlim bir söz deyim, sən mənim üzümdən öpəsən. Naxçıvanlılar həmişə düzlüyü sevib. Naxçıvanların yaşamı hər zaman yaxşı olur. Naxçıvan kütləsində bir şirin çayına yoxdur. Naxçıvanlılar kobuddur, hər yerdə adamları var, özlərindən çox razıdırlar. Adətən belə deyirlər, amma biz bilmirik bu fikirlər nə qədər doğrudur yoxsa yanlışdır. Elə buna görə də Naxçıvanda şəhər sorğusuna çıxmışıq, görək Naxçıvanlılar bu sualları necə cavablandıracaq. Hamısı bəs imkanlıdır, bütün Naxçıvanlılar. Elə bir fikir var. İmkanlı ola bilməz ha. İmkanlı olsaydı bili mən olardım. 43 il müəllim işləmişəm. 200 manatına pensiya çıxmışam. Nətər imkanlı ola bilərəm? 43 il. Heç yanda hamı varlı ola bilməz. Heç Amerikada, Avropada hamı varlı deyil ki. Zəhmətkeşliyi necədir? Naxçıvanlılar zəhmətkeşdir. Zəhmətkeşlə nə danışsan? O şəhər olmasa bu Naxçıvan ərazisində ərzağın qiyməti bilirsən nətər olar? Ərzağın qiyməti 1-ə 10 qat artar. Naxçıvanlar varlı olsa, Cepaçın ütülmüş maşınlar hamısı tökülür Naxçıvana da. Qəşəng maşın gətirərlər. Hardan varlıdır? Hamı imkanlıdır, kim nə deyir, səhv deyir. Ola bilər də, çünki Naxçıvanların yaşamı hər zaman yaxşı olub. İstər Naxçıvanda, istər Naxçıvandan kənarda. Ona görə də belə bir fikir formalaşa bilər. Yəni Naxçıvanlı iş adamları zəhmət çəkib o yerə çatıblar. Mən tanıdıqlarım belədir, belə deyim yəni. Hamısı sıfırdan başlamaq necə bir şeydir, bunu ancaq elə sıfırdan başlayan insanlar bilər. Varlısı da var, imkanı orta olan da var, az olan da var, amma yəni hamı demək olar ki, yəni standartdır. Yəni imkanlar da bilinir, imkansızlar da bilinir. Var, Elə pullu bilə da. bütün Naxçıvan varlı da. Amma əslində orta təbəqə var, kasıb təbəqə var, varlı təbəqə var. Ay xala, kobuddur Naxçıvanlılar, razısınız bundan? Xeyr, bizdə Naxçıvanlılar hamısı şöhrətpərəst, qeyrətpərəst, ondan sonra vicdanlı, həqiqi öz vətəninin arxasında duran. Niyə elə deyirlər ki? Ola bilməz. Biz qonaq gələndə necə ləyaqətimizə, adımıza görə elə də qarşılayıb yola salırıq. Nəyimizdə olmasa, bollu çayımız var. Mən sənə gəlim bir söz deyim, sən mənim üzümdən öpəsən. Mən burasın da cavabımı verəsən. Mən də bir Naxçıvanlı kimi əlbəttə mən təhqir edirəm, cavabımı verəcəm. Sözün deyirlər, qorxmadan çəkinmədən. O da mən fəxr edirəm, qürurlanıram ki, mən Naxçıvan cəmiyyəti əlmi, yataqlanmır. Var, içində var. O demək deyirlər təmizlik 100%. 100% heç yerdə işlə yox. Onun hadəsə 60-70% var. 20% da belə ilə, yataqla, ayaqqabısı ilə o da var. İnsanları qonaqpərvərdir, amma deyirlər kobuddur. Yəni mövzunun başında qalıram. Naxçıvanın ton dostlarım da var. Kobudluqlar görməmişəm. Yəni burada gələndə həmişə yəni ruh işlərdən gəlirəm. Naxçıvanlılar heç vaxt cobud olmayıb. Əksinə, Azərbaycanda ən mehriban, ən qonaqpərvər bölgə Naxçıvandır. Naxçıvan əhalisi də həmişə qonaqpərvərliyi çox sevən olublar. Naxçıvanlılar həmişə düzlüyü sevib, düzlüyü istəyib desin, düzlüyü irəli sürüb. O üzdən də Naxçıvanlıları demagog adlandırırlar. Elə mən deyəcəydim. Ancaq bilmirlər ki, demagog sözü sözün düzünü deyən adam. Kobud deyil, ləhcəmizdən asılıdır. Ləhcəmizdən asılıdır. Məsələn, yəni danışanda biraz daha səs tonumuz daha ağır, daha belə fərqli çıxa bilər, amma elə deyil. Əslində Naxçıvanlılar çox vurğulanır. Allı. Başının da haqqında danışırlar, Naxçıvanın da haqqında danışırlar. Danışığa fikir verməyən ki, hər ağzı boş insan bir söz danışır. Özünüz hər şeyi görürsünüz da. Naxçıvanlardan qonaqpərvər adam yoxdur. Niyə Naxçıvanla cobud olacaq? Çobuduq. Əlbəttə çobuduq. Dur gedək Naftalana sanatoriya, Bakıdakı sanatoriyalara. Orada Azərbaycan rayonlarından gələnlərin danışıq tərzi ilə, rəftarı ilə bizdə nə qədər fərq var? Biz çobuduq. Bu belədir da. İstəsək də belədir, istəməsək də belədir. Nəyə görə belədir? Bizim dağlarımızı görsən necə belə keçəldir. Ağacı yox, otu yox, hər şey. Hirslidirlər ha dağ. Adamlarımız da ondan bəhrələnib, çox güman ki. Mən çobudluğu bir şeydə görmürəm. Bu arada siz çobud insan görmürsünüz burada. İndi bizdən görüşdük, söhbət elədiniz. Biz çobudluq göstərməliyik. Mehribanlıq görürük. Ancaq mehribanlıq, həmişə qapımız açıq olur. Sanatoriyadan. İndi danışıq tərzimizdə kobudluq ola bilər. O da bizim kökümüzdən gəlir də bu Naxçıvan suyundan, torpağından. Yoxsa heç kimə kobudluq göstərməz. Deyirlər ki, Naxçıvanlılar küftəni şirin çayla içirlər, yeyirlər. Bu düzdür? Təbii ki də, Naxçıvanın birinci qanunu odur, bir də Naxçıvanların fərqlənməyi odur. Necə yeyirsiniz onu? O çox dadlı olur. Kənəm dolması da şirin çayla çox dadlı. Hətta. Uşaqlıqdan mən gözümü açandan hər dəfə bir dənə küftə saxlanılır, səhər bunu şirin çayla içiləcək. Bəzən nənəm falan yemir, payını saxlayır ki, bunu səhər mən şirin çayla içəcəm, səni siz əlici vurmayın.
O düzdür. Siz elə eləyirsiniz? Biz yox, mən yox, uşaqlar bitirərdim. Küftənlə niyə səhər çay içirlər? Bəs qohumlarda, tanışlarda var bunu Mən eləyir? görməmişəm, eşitməmişəm. Onu yalandır. Onu da yerində eləsə madəsinə mən gedim, görüm hardadır o elə. Yox amma yəni. Şirin çay küftə ilə xeyr. Siz içmirsiniz. Xeyr, mən içmirəm şəxsən Naxçıvanda. Ətrafımda içənləri də görməmişəm. Xeyr. Küftəsi dadlı olur, içmək də olur. Mən içirdim. Quzu, qızı, qarpızı, hə? Düzdür. Qızı da, duzu da, qarpızı da. Küftəni saxlayıram, səhər dururam, şirin çayla içirəm, gedirəm. Bu yəqin ki uşaqlıqdan belə olub. Kənd adamları eləyib özümüz kənddən. Hansı kəndlənsiz? Qoydan. Mən elə şey görməmişəm. Şarı zonasında küftə zərəsindən çoxsa səbələ salarlar, yeyərlər. Yəqin onlar da olar. Küftəni şirin çayla yeyərlər. Onun da bir gözəlliyi var. Demək ki, içilir, hə? İçilir. Mən də içərəm. Yemisiniz elə? Niyə yeməmişəm ki? Necədir onun dadı? Çox şey. Bir gün yoxlar. Belə. Naxçıvan küftəsindən bir gün şirin çayla yoxlar. Naxçıvanda vilkiya, çəngələ cırıq qaşıq deyirlər. Yox, o şey yoxdur. Onu elə biz Deyil, bilir. Mehriamda deyirlər. Mehriamda bilmirəm onu mən, bilmirəm. Burada nə var ki? Nə olar? Yəni də korrupsiyadır da əslində. Çırıq qaşın eləmə deyirlər. Vilka, nə gözəl cavanlar deyir çatal. Çünki türk şeyindən ölçəmdə mən şərhsiz ona görə də çatal deyirlər bəzən. Ona görə. Bəs o cırıq qaşıq söhbəti nədir? Onu müəllim yaxşı bilər. Mən o cırıq qaşıq. Gördüyün deyir də, bu görür ki, bu qaşığa oxşuyur, amma cırıqdır. Ona görə də cırıq qaşıq. Orta əsrlərdə ərəb ölkələrində ərəb adamları aşı əlləri ilə yeyərdilər. Türkiyə, Osmanlı dövləti ora xüsusi adamlar göndərdi. Xüsusi adamlar dəstə ilə, tayfa ilə göndərdi ki, gedin ərəbləri öyrədin, qaşıqla yesinlər. Xüsusən hansı bölgədə, rayonda deyirlər? Yəni ki, nə edim zaten burada. Baxmayaq ki, bir xəritədə Bakı o tərəfdədir, biz bu tərəfdəyik. Amma yəni Azərbaycan birdir, Naxçıvan da yəni doğma vətəndir da, elə düşünməsinlər. Ürəyi genişdirlər. Hansı rayonu zonada asılı olmayaraq, Azərbaycan pis zonası mənim böyəyim. Mən fərq mən burada yaşayıram. Lənkəran da, Astara da, burası var da mənim kimi. Orada izləyimə çəkən adam az qalmaz. Bu yaşa gəlmişəm, 80-də yaxın yaşayırlar. Heç bir kimdən də olacağım olmuyor, heç kimdən bir maddiyə çöy pulu vermir. İstəməmişəm, özümü də qürürümü saxlamışam. Naxçıvanda növbəti dəfə şəhər sorğusu keçirdik və yəqin elə hər birimizə aydın oldu ki, Heç də bütün Naxçıvanlılar pullu deyil, amma küftəni şirin çayla yeyənləri tanıdıq. düzdür bu hardasa 50-50-yədir, sevənlər də var. Ümumiyyətlə bunu qəbul etməyənlər də var ki, belə bir şey yoxdur. Bəziləri isə sevdiklərini dilə gətirdi. Hər bir halda şəhərdə bu kimi maraqlı sorğuları davam etdirəcəyik. Buna qədər isə Naxçıvanda gənclər nə istəyir? Bununla bağlı sorğu keçirmişik daha öncə. Bunu da izləməyi unutmayın. Kanalımızı izləmədə qalın və rəy bildirməyi unutmayın.